Salam dəyərli izləyicilər, hər birinizi salamlayıram. Deməli, uşaqlar bu gün daxil olmaqla, bu gündən sonra 36 gün müddətində hər gün sizə sınaq paylaşacağam. Bu hansı ki sınaqlar qrupumuzda olan sınaqlardır, amma 36 dənə sınağı sizin üçün paylaşacağam. Yəni xüsusi hazırladığım sınaqlar deyil uşaqlar. Son 6 ildə buraxılış imtahanına düşən bütün buraxılış imtahanlarının suallarıdır. Hamısını səliqə ilə, sıra ilə bütün qəbulları paylaşacağam izahları ilə birlikdə. Bu sınağı əldə etmək istəyirsinizsə, bu sınağı PDF olaraq həm Telegram kanalımızda, həm də WhatsApp qruplarımızda paylaşmışam. Linklər də rəy bölməsində olacaq. Növbəti sınaqları da izahlardan öncə əldə etmək istəyirsinizsə, keçid edib qoşulun, əvvəlcə işləyin, ondan sonra isə izahlarına baxın. Həmçinin əziz şagirdlər, sürətlər qrupumuzun dərslərinin başlanmasına 5 gün qalıb. İmtahana qədər 25 dekabrda başlayacaq dərslərimiz. İmtahana qədər hər gün 20:00-da dərsimiz olacaq. Yəni bu təxmini olaraq ay ərzində 30-31 dərs eləyir. 2 ay imtahana qədər isə 70-ə yaxın, 70-dən çox dərs eləyir. Bu da həm bütün mövzular keçəcəyik, yəni sıfırdan natural ədədlərdən, ikinci hissənin bütün mövzuları, birinci hissənin bütün mövzuları, həmçinin sınaqlar qrupuna da əlavə olunacaqsınız. Bu nə deməkdir? Yəni həm qaydaları izah eləyəcəyik, həm dərsdə suallar işləyəcəyik. Ev tapşırığı olmayacaq burada, sizin üçün rahat olacaq, hər gün dərs keçildiyi üçün. Əlavə olaraq da hər mövzu üçün sınaq olacaq. Hər mövzu üçün sınaq və onların izahı. Yəni uşaqlar çox möhtəşəm olacaq. İmtahan nəticələrinizi qaldırmaq üçün çox gözəl imkandır. 25 dekabrə qədər də qiymətlərdə endirim var. 25 dekabrdan sonra artıq əvvəlki qiymətinə qayıdacaq. Məlumat üçün buradakı nömrəyə yaza bilərsiniz. Deməli uşaqlar, indi başlayaq sualların izahına. Deməli, bu 2019-cu ildə aprel ayında düşmüş buraxılış sualı, buraxılış imtahanıdır. Deməli, kök 5 çıxılsın 2 ədədinin tərsi. Bu tərsi nədir uşaqlar? 1 bölünsün, bir dəqiqə. Bunu kiçildək biraz. Deməli, bunun tərsi olacaq 1 bölünsün, kök 5 çıx 2. Bunu da irrasionaldan azad eləyəndə qoşmasına vurmaq lazımdır. Kök 5 çıx 2-ni vuraram kök 5 plus 2-yə. Həmçinin yuxarıda da kök 5 plus 2 olacaq. Aşağıda kvadratlar fərqidir. 5 çıx 4 1 qalır. Yuxarıda da kök 5 üstəgəl 2. Yəni nəticədə ədədin tərsi oldu kök 5 plus 2. Əslində birbaşa da baxanda biz təyin eləyə bilərdik. Çünki hasili 1 eləyirsə tərs ədədlərdir. Digəri isə budur. Deyir, bunu vururuq. Kök 20 çıx 4-ə. Bunda mötərizdə yazaq. İndi uşaqlar diqqətlə baxsaz əgər kvadratlar fərqi yaranacaq. Amma bu 20-ni 2 kök 5 yazaraq çıx 4. Buradan da 2-ni qarşıya çıxarıb ən önə ataram. Qalacaq kök 5 üstəgəl 2 və kök 5 çıx 2. Bu kvadratlar fərqidir. 5 çıx 4 1 eləyir, 2-yə də vurdum. Cavab oldu 2. Yəni A bəndi. Növbəti. Vuruğu kök işarəsi daxilində yazın. M-i biz kökün altına daxil eləməliyik. Uşaqlar, biz kökün altına daxil eləmək üçün əvvəlcə M-in işarəsini tapmalıyıq. Kökün altında kökün dərəcəsi cüt olduğu üçün kök altı ifadə müsbət olmalıdır. Bu həmişə müsbətdir. Burada mənfi var. Deməli, M də mənfi olmalıdır ki, kökün altı ümumilikdə müsbət olsun. Deməli, M mənfidir. Əgər biz çöldəki ifadəni daxilə salırıqsa və çöldə iki ifadə mənfidirsə, çöldə bir də mənfi saxlamaq lazımdır. Onda çöldə mənfi olacaq M kvadrat vurulsun mənfi 2N kvadrat M kub. Bu da olacaq mənfi kök altında mənfi 2N kvadrat M üstü 5. Bu da uyğun gəlir. Hansı varianta uyğun gəlir? D variantına uyğun gəlir. Növbəti, deməli, belə bir trigonometrik tənlikdir. Bunu həll eləmək lazımdır. İndi diqqətlə baxsaq, uşaqlar, kosinus 2x, bunu keçirdərəm sağ tərəfə. Bərabərdir 1,5 üstəgəl kotangens kvadrat 2x çıx 1 böl sinus kvadrat 2x. Baxın, bu ifadə bizə görə nəyə verəcək? Bunu xatırlayın. Sinus kvadrat 2x üstəgəl kosinus kvadrat 2x bərabərdir 1-ə. Mən hər tərəfi sinus kvadrata bölsəm,
Burada qalacaq 1. Üstə gəl. Bunu sinus kvadrata böləndə olacaq kotangens kvadrat 2x bərabərdir 1 bölünsün sinus kvadrat 2x. Və uşaqlar, bunu sol tərəfə keçirib, biri sağ tərəfə keçirsəm, diqqətlə baxın. Kotangens kvadrat 2x bərabərdir. Daha doğrusu, kotangens kvadrat çıxılsın 1 böl sinus kvadrat 2x bərabərdir -1. Baxın, bu -1'i gətirib burada yerinə yazarım. 1/5'dən 1 çıxanda kosinus 2x bərabər olacaq 0/5'ə. Yəni 2'də 1'ə. Və salam tənliyi həll edərik. 2x bərabərdir. 2'də 1'i alır plus minus. Deməli, kosinus 2'də 1 alır 60 dərəcədə. Yəni pi böl 3 üstə gəl 2 pi k. Hər tərəfdə 2'yə bölsəm plus minus pi böl 6 üstə gəl pi k. Və salam plus minus pi böl 6 üstə gəl pi k C bəndi. Dördüncü sual. Deməli uşaqlar, bu tip suallar bizim digər sınavlarımızda da çoxdur və gördüyünüz kimi qəbul imtahanına, yəni buraxılış imtahanına da düşüb. Mən bunu digər tərəfə keçirsəm, diqqətlə baxın, x kvadrat plus 3 bərabərdir 7x-a. Və hər tərəfi x-a bölərəm. O zaman qalacaq burada x. Üstə gəl 3 bölünsün x bərabərdir 7. Və hər tərəfi kvadrata yüksəldərəm. Olacaq birincinin kvadratı. Üstə gəl birinci, ikinci hasil x-lar gedər. Olar 6 və 9 böl x kvadrat bərabərdir 49-a. Və 6'ını da sağa keçirsək, bizə lazım olan ifadəni tapmış olarıq. Bərabərdir 43. X kvadrat plus 9 böl x kvadrat bərabərdir 43'ə. Yəni B bəndi. Növbəti sual 5-ci. Demək uşaqlar, funksiyanın qiymətlər çoxluğunu tapmaq lazımdır. Diqqətlə baxın, 2 bölünsün. Aşağıdakı ifadədə x kvadrat üstə gəl 4x üstə gəl 6'nı parçalayıb 4 plus 2 yazaram. Bu da bərabərdir 2 bölünsün. Bax bu ifadə x plus 2'nin kənardan kvadratı üstə gəl 2'dir. Bu şəkildə bərabərdir. İndi diqqətlə baxın. Bizə deyir ki, bunun qiymətlər çoxdur. Uşaqlar, burada biz məxrəcin ən kiçik qiymətinə baxaq. Məxrəcin ən kiçik qiyməti nə olacaq? X-a -2 versəm, burası 0 olar. 2 bölü 2 bərabər olar 1'ə. 1'i ala bilir. Bunun ən böyük qiyməti 1'dirsə, qalan qiymətlər 1'dən kiçik olmalıdır. Amma mənfi ola bilər. Baxın uşaqlar, bu ifadədə x-a neçə verirsən, ver, mənfi ola bilməz. Mənfi isə ona görə atırsan. Mənfi isə sənə lazım deyil. Və uşaqlar, mənfi isə sənə dediyim kimi lazım deyil. Bu ifadə 1'dən kiçik bütün müsbət qiymətlər alır, amma bir dənə 0 ala bilmir. Ona görə 0 ilə 1 arasındadır. Yəni cavab B bəndi. Sən burada x-a nə verirsən də 0'a çevirə bilməyəcəksən. Qrafikində qurmağa çalışsan görəcəksən. 6. Sadələşdirin deyir. Sinus alfa çıx beta'nın açılışını yazaram. Sinus alfa kosinus beta çıxılsın. Kosinus alfa sinus beta. Üstə gəl kosinus alfa sinus beta. Bölünsün sinus alfa. Demək uşaqlar, bu ifadə ilə bu gedir. Bir-birinin əksidir. Sinusla da bu gedər, qalar kosinus bir dənə beta. Yəni C bəndi. 7-ci sual. Müstəvidən 12 sm məsafədə, bir dənə müstəvi götürsək bunu, 12 sm məsafədə, yəni buradan bir nöqtə götürsəm, buradan bura qədər məsafə 12'dir. Bu müstəvi ilə 60 dərəcəli bucaq əməliyyatına mail çəkilib. Maili çəkdim, 60 dərəcəli bucaq əməliyyatırdı. Bu mailin müstəvi üzərindəki proyeksiyanı, bax bizdən bunu soruşur. Burada təbii ki 90 dərəcə olduğu üçün burada olacaq 30. 30 dərəcənin qarşısındakı x-dırsa, bura 2x-dir. Pifaqorundan da təyin eləyə bilərsiniz. Və yaxud da 30 dərəcənin qarşısındakı 60 dərəcədən qarşısındakindən kökü 3 dəfə kiçikdir. Onda bunu bölərəm kök 3'ə, yəni 12'ni. İrrasionaldan azad eləmək üçün məxrəci də sürəti də kök 3'ə vuraram. 12 kök 3 bölü 3 olacaq. Bu da 4 dənə kök 3. Yəni A bəndi. Sonra 8. 14'dən böyük, 35'dən kiçik olan 3'ə qalıqsız bölünən tək natural ədədlərin cəmini tap. Təbii ki, uşaqlar çox böyük olmadığı üçün sahib taparaq kifayətlənə bilərik. 14'dən böyük, 35'dən kiçik 3'ə qalıqsız bölünən. 14'dən böyük, 3'ə qalıqsız bölünən 15'dir.
Sonra tək dediyi üçün 6 6 artırmaq yaxşıdır. Məsələn, bundan sonraki 18 deyir. 18 tək deyil deyə biz 18-i götürə bilmərik. 18-dən sonraki 21-i götürərik. Çünki təkdir. Baxın, sonra 3 gələndə 24 olur. 24 cütdür. Bizə lazım deyil axı. Ona görə növbəti 6-nı gələrəm, 27 olar. Sonra 3 yazam, yəni 30 olur. 30 tək deyil, ehtiyac deyil. Ona görə 6 gələrəm, 33. 33-dən sonra işte bizə lazım deyil. Bax, bu 4 dənə ədəddir cəmi. 15 ilə 21 eləyir 36, 27 ilə 33 də eləyir 60. 36 ilə də 60 eləyir 96. A bəndi. 9. AOD 110 dərəcədir. DOC 100 dərəcədir. BOC 80 dərəcədir. AOB-ni tapın. Təbii ki, uşaqlar çox sadə. Hamısının cəmi 360 olduğu üçün toplayıb 360-dan çıxaram. Deməli, 80 ilə 110 eləyir 190. Bu da 100. 290. 300-dən 360-dan da 290 çıxsam 70 qalar, səhv etmirəmsə. Yəni D bəndi. Cədvəldəki ədədlərin hansı hissəsi natural ədəddir? Cədvəldəki ədədlərin hansı hissəsi natural ədəddir? Baxın, bu natural ədəddir. Sonra 24 natural ədəddir. Başqa varmı? Xeyr. Toplamda 8 dənədir. 8 dənədən ikisi naturaldır. Bu da olacaq 4də 1. Bu sınavlarla bərabər mən paylaşdığım digər sınavlardan da imtahan bitəndən sonra video çəkib paylaşacağım uşaqlar ki, neçə dənəsi imtahana düşüb. Həm sınavlar qrupumuzdan, həm də buradan. 11. Oturacağı romb olan düz paralelipedi. Baxın, oturacağı romb olan bir dənə düz paraleliped çəkirik. Düz paraleliped nədir? Yəni yan tilləri oturacağına perpendikulyardır. Biz standart paraleliped kimi çəkib onu romb kimi düşünəcəyik və salam. Ekstra bir şey etməyə ehtiyac yoxdur. Baxın, bu bizim paralelipedimiz, amma bu fərz edir ki, bunun oturacağı rombdur. Yəni diaqonalları 16 və 12-dir. Baxın, bu 16 və 12-dir. Bilirik ki, rombun diaqonalları bir-birinə perpendikulyardır. Rombun hündürlüyü də 8-dir. Onun yan səthinin sahəsini tapın. İndi S yan normalda bərabərdir. P oturacaq vur H. İndi biz diaqonallar 16 və 12-dirsə, tutaq ki, 8 8 bölünür. 12-dirsə 6 6 bölünür. 6 8 isə yan tərəf olur 10. Yan tərəf 10-sa perimetr olur 40. Hündürlükdə H-dır. Vuraram H-a. Yəni 40-ı vuraram 8-ə. Olacaq 320 C bəndi. Tək-tək də tapa bilərsiniz təbii ki. Məsələn, bura 10-dur. 8-i vuraram buna. Bu tərəf 80-dir. Bu tərəf də 80-dir. Qaldı bu tərəf. Burada 8-dir. 8-i 10-a vuraram. 80 burada, 80 arxa tərəf. Toplam 4 dənə 80. Tənliyin kökündən 10 vahid böyük olan ədədi tap. Hər tərəfi 4-ə vuraram. 60 plus x bərabərdir 20. X bərabərdir mənfi 40. 10 vahid böyükdə üzərinə 10 gəlsəm mənfi 30 olacaq. Yəni Y bəndi. 300 ədədinin neçə sadə vuruğu var? Şolar, sadə vuruq dediyi üçün, bölən demədiyi üçün. Mən bütün sadə vuruqlarını yazaram və hamısını sayarım. 2-yə bölsəm 75 olacaq. 3-ə bölsəm 25. 5-ə bölsəm 5. 5-ə böldüm 1. Sadə vuruqlar bunlardır. 1, 2, 3, 4, 5. 5 dənədir, yəni D bəndi. 14-cü sual. Alfa çıx beta 120 dərəcədir. Təbii ki, uşaqlar alfa plus beta da, hətta mən bunu buradan yazaram. Alfa plus beta da 180 dərəcədir. Bir tərəfli bucaqdır. Tərəf-tərəf toplayanda betalar gedər. 2 alfa bərabərdir 300. Alfa da 150-dir. Alfa 150-dirsə, bax bura. Bu 30 olmalıdır ki, cəmi 180 olsun. Bizdən də betanı soruşurdu. Beta oldu 30. 15. ABCD-də YD orta xəttir. MN paraleldir YD-yə. Deməli, 2 dənə YM, baxın 2 dənə YM bərabərdir 3 dənə MB-yə. Onda mən YM-ə 3K, baxın bura 3K desəm, MB-yə də deyərəm 2K. Və bu orta xətt olduğu üçün bura 5K-dırsa, burada 5K olacaq. SYMN-dir. SYMN-dir. Yəni, baxın, bunun sahəsi 42-dirsə, bütövün sahəsini tap. İndi,
Mən bura bir S deyərəm. Baxın, bu üçbucağın sahəsi S. Bölünsün bu üçbucağın sahəsi S plus 42 bərabərdir. Bunların tərəflərinin nisbətinin kvadratı. Bunun tərəfi 2K-dır. Bölərəm. Bunun tərəfi bütövə 3K-ya yox. 3K çünki üçbucağı deyil. Bu tərəfə, yəni 5K-ya K-lar gedər və kvadrata yüksəldərəm. Olacaq S plus 42 bərabərdir 4 böl 25. Çarpaz vursaq 25 dənə S bərabərdir 4 dənə S plus 4 dənə 42. 4 S'i sola keçir 25-dən çıxsam qalacaq 21 dənə S bərabərdir 4 vur 42. 21 ilə 42 gedər, burada 2 qalar. S də bərabərdir 8-ə. Deməli, buranın sahəsi 8-dir. Baxın, bu hissə oldu 50. Bilirik axı, orta xətti sahəni 4 böl 1 nisbətində bölür. Yəni, bu hissə 50-dirsə, bütöv sahə bundan 4 dəfə çoxdur. 4 vur 50 olur 200. Cavab da oldu 200. 16. Ədədi silsilədə S9 72-dirsə A5-i tapın. Hər zaman açılışı yazın uşaqlar. Silsilə suallarında açılışı yazsa cavab çıxacaq. Bax, buradan S9-un açılışı belədir. S9 bərabərdir 2 dənə A1 üstə gəl 8 dənə D böl 2 vur 9 bərabərdir 72. 9 ilə 72 gedər, burada 8 qalar. 2A1 plus 8 deyəndə 2-yə bölsək A1 plus 4D bərabərdir 8. Bu da elə bizə lazım olan A5-i verir. Qısası cavab 8-dir. 17. Düzbucaqlının eni 12. Eni 12. Uzunun bilmirəm. X sahəsi 360-dırsa perimetrini tapın. Çox bəsit sualdır. 12-ni vuraram X-a. Onlar 360. X də bərabərdir 30. Yəni uzunluğu da 30-dur. P də bərabərdir 2 vurulsun 12 üstə gəl 30. 42-ni də 2-yə vuranda 84 edir. Bəsit olsa da uşaqlar, yəni faktiki olaraq buraxılış imtahanına düşən suallar. Və bundan sonraki qəbulları da, buraxılışları da paylaşdıqca görəcəksiniz ki, demək olar bənzər. Ona görə nə olur olsun, bu 36 dənə sınağı hər mütləq şəkildə yazın. Mən bunu tam olaraq paylaşacağım. Siz yaxşı olar ki, qruplara qoşulub, ondan sonra baxın izahlara. Deməli 18. Təyin oblastından danışır uşaqlar. Təyin oblastı da X-in aldığı qiymətlərdir. Biz bilirik ki, sürətdə X hər şey ala bilər. Mənfi də olar, müsbət də olar, sıfır da olar. Yəni sürət bizə problem yaratmır. Problem yaradan məxrəcdir. Bir, məxrəc sıfır ola bilməz. İkincisi də məxrəcdə kök var. Kök altı ifadədə mənfi ola bilməz. Ona görə 0.7 çıx 1.4x. Bunu böyük eləyirik sıfırdan, ciddi böyük. Bu zaman 1.4x kiçik olacaq 0.7-dən. Hər tərəfi də 10-a vursaq, rahat olsun deyə eləyirəm bunu, 7 qalır. X da kiçikdir 7 böl 14-də. 7 böl 14 nə qədər eləyir? 2-də 1-dən. 2-də 1-dən kiçik bütün qiymətlər bunu ödəyəcək. Yəni, mənfi sonsuzluqdan 2-də 1-ə qədər təyin oblastıdır. Və 2-də 1 daxil deyil. 19. Deməli, ifadəsinin, bizə verilmiş bu ifadənin vurğuları A-dır. Əvvəlcə A-nın vurğularını yazaq. Bax bunu. Birincidən x kvadratı çıxardaram, qalacaq x plus 2. İkincidən də mənfi 9-u çıxardaram, qalacaq x üstə gəl 2. Və ardıca hər ikisində x plus 2 olduğu üçün x plus 2-ni götürərəm. Qalar x kvadrat çıx 9. O da x çıx 3, x plus 3 deməkdir. Bu A-dır. İndi diqqətlə baxın, A-nın vurğuları x çıx 3 var. X plus 3 var, bir dənə x plus 2 yoxdur. Onda x plus c bərabərdir x plus 2-yə. Buradan da c bərabərdir 2. C 2-dirsə, c-ni təyin elədik yaxı. Qaldı A-nı tapmaq. Uşaqlar, indi c2 bu b-nin köküdür. Gətirim mən burada c-nin yerinə 2 yazsam, m-i taparım. Olacaq 2-nin kvadratı, yəni 4 yazaq da. Üstə gəl 2m, üstə gəl 10 bərabərdir 0-a. 2m mənfi 6-dır. M də bərabərdir mənfi 3. İndi m-i mənfi 3 tapmışıqsa, x kvadrat çıx 3x plus 10 olur. O zaman mən bunu vurğulara ayırsam, hasili 10, cəmi bircə dəqiqə səhv elədik. Çünki burada belə bir ifadə yoxdur, olmaz. Burada baxaq, 10-dan 14 eləyir bu. Sağ tərəf etsəndə mənfi 14 olur. Bu da 7 eləyir. Deməli, m mənfi 7-dirsə, burada mənfi 7. Mənfi 7-dirsə, burada müsbət 7 olacaq. Çünki dəqiqə mənfi 7-dirsə, burada çıx 7 olur. Məsələn, bax bu şəkildədir. Bunu vurğulara ayırsaq 2 ilə 5-dir.
Mənfi 2 ilə mənfi 5. X çıx 2, x çıx 5. Deməli, uşaqlar, burada bir dənə də kobud səhv eləmişik. Kobud səhvimiz nədir bizim? Biz C-ni 2 tapdıq bu öz qaydasında, ondan işimiz yoxdur. Axı, bunun vurğularından biri x plus 2-dirsə, bunun kökü 2 deyil, mənfi 2-dir. Çünki x plus 2 vuruqdursa, kök mənfi 2 olmalıdır. Biz bura x-in yerinə mənfi 2 yazmalıyıq. O zaman çox ciddi dəyişiklik olmur. Burada çıx 2m olur. Burada da mənfi 2m olur. M müsbət 7 olur. Müsbət 7 olduğu üçün də bu müsbət olur. Vəssalam. Qalanlarda bax, bunlarda plus olur. Yəni, belə bir dəyişiklik olacaq. Vurğularından biri x plus 2 idi. Digəri x plus 5-dir. Deməli, bu x plus 5-dirsə, a da bərabərdir 5-ə. Qısası c oldu 2, a da oldu 5. 20. X üstü 4 üstə gəl x kvadrat plus 1-i vurğulara ayıraq. Vurğulara ayırmanın bir neçə qanunu var idi. Bir neçə qaydası var idi. Onlardan da biri hədd əlavə etməkdir. Mən bir dənə x kvadrat əlavə eləyərəm və bir dənə də bunu çıxaram. Bunun da üstə bunu gəlsəm, olacaq x üstü 4. 2 dənə x kvadrat üstə gəlir 1 çıx x kvadrat. Bax, bu ifadə x kvadrat plus 1-in kənardan kvadratıdır. Çıx x kvadrat. Bu da kvadratlar fərqidir. X kvadrat plus 1 çıx x. X kvadrat plus 1 plus x. Vəssalam, cavab oldu bu. 21. ABCD paralelogramından, daha doğrusu paralelogramının AD tərəfindən, məsələn, bu ABCD. AD tərəfi 14 cm, bura 14 və iti bucağı 60-dır. B təpəsindən çəkilmiş hündürlük, mən B-dən bir hündürlük çəkərəm. A təpəsindən başlayaraq 9 və 5 cm-lik iki hissəyə bölünür. Deməli, bura 9-dur, bura da 5. Yəni, şəkil biraz uyğun gəlməsə də bu hissə buradan böyükdür. Paralelogramın perimetrini tapın. Uşaqlar, çox rahatdır. Bura 30 dərəcə olduğu üçün 30 dərəcənin qarşısındakı 9-dursa, 90 dərəcənin qarşısındakı bundan 2 dəfə uzundur, 18-dir. İndi bu tərəf 18-dir, bir tərəf 14-dür. Perimetrdə düzbucağlının perimetri kimidir? 14 plus 18. Bu 32 eləyir, 2-yə də vuranda 64. Perimetri oldu 64. 22. Deməli, mənfi 34 vektoruna perpendikulyar olan mənfi 2 x vektorunun uzunluğunu tap. Deməli, uşaqlar, vektorların skaler hasilində perpendikulyarlıq olanda onların skaler hasili 0 olur. Niyə? Çünki kosinus 90 dərəcədə 0 alır, 0-a da vuranda gedir. İndi ona görə də biz uyğun həddləri vururuq. Mənfi 3, mənfi 2, 6, üstə gəl 4x-a 4x. Bu bərabər olmalıdır 0-a. Yadınızda saxlayın. Mənfi 6 olacaq. X-də mənfi 1,5. Bitdi. 23. Bərabərsizlik ödəyən natural həllərini cəmi. Birincisi, hər tərəfi 10-a vuraram. Ən başdan 10-a vururam ki, mənim canım qurtulsun. Kəsir olmasın. Olacaq 3. X çıx 5 kiçikdir 6. Və hər tərəfə 5 əlavə edərəm. 5 əlavə etsəm, burada 8 olacaq. Burada mənfi 5 gedir, x qalır. Və burada 5 əlavə etsəm, olacaq 11. Ödəyən natural həllərin cəmi. Ödəyən natural həll 8-dir, çünki daxildir, 9-dur, 10-dur və 11-dir. Bu, deməli, 9 ilə 11-i götürsəm 20 eləyəcək, 10 ilə 8, 18. 20 plus 18. Cavab oldu 38. Və 24-cü sual. Təlimlər sisteminin sonsuz sayda həllinin olduğunu və A plus M-in də 3 olduğunu nəzərə alaraq A-nı, M-i və B-ni tapın. Demək olar, sonsuz sayda həll varsa, tərəf-tərəfə bölərik. Bütün nisbətlər bərabər olmalıdır. Yəni, A bölünsün 2 bərabər olmalıdır. M böl 4, o da bərabər olmalıdır. 5 böl B. Mən bu ikisini çarpaz vursam, 2 dənə M bərabərdir 4 dənə A-ya, M də bərabərdir 2 dənə A-ya. Bu 1. M-i yerinə 2A yazıram. A üstə gəl 2A bərabərdir 3-ə. 3A bərabərdir 3-ə. A da bərabərdir 1-ə. Baxın, A-nı tapdıq 1-dir. A-nı gətirdim, yazdım burada yerinə. 2-ni 1-ə vurdum, oldu 2. M bərabər oldu 2-yə. Məsələn, indi bunu çarpaz vuraram, buradan da B-ni taparım. Çarpaz vursaq, BM bərabərdir 20. M2 olduğu üçün 2 dənə B bərabərdir 20. B də bərabərdir 10.
Məsələn, 3 dənə parametr var idi. A-dı, M və B. A-nı da təyin elədik, M-i də təyin elədik və B-ni də təyin elədik. Və nəhayət 25-ci sual. 20 nəfər səhnəyə çıxacaq. Səhnənin ilk üçlükdə və ya 12-dən 16-cıya qədər 12-dən sonra 16-cıya qədər çıxma hadisəsinin ehtimalı. Toplamda 20 nəfər səhnəyə çıxırsa, Həsəndən danışır, mən bunu səhv oxudum deyəsən. 20 dənə ehtimal, 20 dənə mümkün hal var. Baxın, məxrəcdə bütün hallar yazılır. 20 nəfərsə, deməli 20 dənə mümkün yer var. İndi Həsən neçə yerdə çıxa bilər? İlk üçlükdə çıxması üçün 3 dənə yer buradadır. Üstə gəl. 12-dən sonra 13-də çıxa bilər, 14-də çıxa bilər və 15-də çıxa bilər də. Çünki 16-ya qədər deyir. 3 dənə də yer buradadır. Həsənin toplamda 6 dənə yerdə çıxması bizə lazımdır. O da olacaq 26-da 6. Məsələn, bu da olacaq 10-da 3. Cavab da oldu 10-da 3. Və salam uşaqlar, bütün sualların izahını verdim. Ümid edirəm ki, bəyəndiniz. Baxın, bu gördüyünüz PDF-i də Telegram kanalımızda, WhatsApp qruplarımızda paylaşmışıq. Keçid edin, linklər rəy bölməsində olacaq. Ola bilər ki, linklər açılmasın, bəzən YouTube-da belə problemlər yaşanır. Bax, bu gördüyünüz nömrəyə yazın. Baxın, buradakı nömrəyə yazın. Linklər atılacaqsa qoşularsınız. Bu qədər uşaqlar, sağ olun, növbəti sınavda görüşənədək.